Salam Barcelona qrupunun və deməli Mas Private kanalının üzvləri, yəni bu videoya baxanlar. Demək bu gün biz artıq yəni 3-cü oyunumuzu analiz etməyə çalışıram. 290 kodlu West Ham Everton görüşü. Demək birincinin qələbəsinə 2 əmsal, oyunun heç əsasına 340 əmsal və demək ikincinin qələbəsinə 290 əmsal verir. Ancaq əvvəldən yəni bir şey qeyd edim ki, bu oyunda yəni Everton gördüyünüz kimi outsider kimi göstərilir. Ancaq əksinə də ola bilər. Çünki West Ham elə də yəni güclü komanda deyil. Bəli, demək FA kuboku çərçivəsində keçirilən ilk oyunda yəni bərabərlik qeydə alındı. Yəni Everton deməli doğma meydanında üstün oynasa da bərabərlik ilə barışmalı oldu. Amma mənə elə gəlir ki, West Ham eyni ssenarinin təkrar olmasına imkan verməyəcək. Yəni ev sahibi bu oyunda qələbə qazanaraq növbəti mərhələyə yüksələcək. Ən real seçim isə yenə də alt seçimidir. Proqnoz 2-5-6, əmsal 1-75. Növbəti videolarda görüşmək ümidi ilə.